dəyişməsinə bərabər olan fiziki kəmiyyət nə adlanır? Cismin impulsunun dəyişməsi bizə qüvvə impulsunu verir. Qüvvə ilə onun təsir müddətinin hasilinə bərabər olan fiziki kəmiyyət isə bizə aydındır ki, qüvvə impulsunu verəcəkdir. İmpulsu 6 saniyə ərzində 12 km/saniyədən 30 km/saniyəyə qədər artırsa, ona təsir edən əvəzləyici qüvvənin impulsu. Baxın, cismin impulsunun dəyişməsi bizə nəyi verir? Qüvvə impulsunu verir. Yəni F-ni verir. Buradan F tapanda nə edirik? Cismin impulsunun dəyişməsini zamana bölməliyik. Deməli, cismin impulsu 12 imiş, 30-a gəlibdir. Yəni 30 çıxılsın 12, zamanda 6-dır. Deməli, 18 bölünsün 6 nəyə verəcək? 3 Newton verəcək. Cavab olacaq B variantı. 3 saniyə ərzində cismin impulsunun dəyişməsi 9 km/saniyə olmuşdur. Ona təsir edən qüvvə, yəni eyni şəkildə 9 bölünsün 3-dən tapırıq. Nə qədər eləyir? 3. 10 saniyə ərzində 4 Newton qüvvə təsir edən cismin impulsunun dəyişməsi. Cismin impulsunun dəyişməsi F delta T-yə bərabərdir. F4 zaman 10 olacaq nə qədər? 40. 5 olur Y variantı. Baxaq 6-ya. Kütləsi 5 kiloqram olan cismin impulsu 15 km/saniyədir. Bu cisim hansı sürətlə hərəkət edir? Cismin impulsu nəyə bərabərdir? MV-yə. Buradan məndən nəyi soruşur? V-ni. V-ni tapanda P-ni M-ə bölürəm. Yəni 15 bölürəm 5-ə. Nəyi verəcək mənə? 3 metr bölünsün saniyəni. Eyni kütləli 5 cismin hərəkət tənlikləri verilmişdir. Hansı tənliyə uyğun cismin impulsunun modulu ən böyükdür? Baxın, cismin impulsunun modulu ən böyük olması üçün mən sürətə baxmalıyım. Baxın, bu nəyin tənliyidir? X bərabərdir. X0 plus minus Vx-dir. Burada da bir plus minus yazsaq. Bu düz xətli bərabər sürətli hərəkətin koordinat tənliyidir. İndi baxaq, impulsun ən böyük olması üçün sürət, baxın, bax, bu sürət ən böyük olmalıdır. Həm də bizdən modulunu soruşduğuna görə mənfi də olsa müsbət. Baxaq, burada 3-dür, burada 5-dir, 7-dir, 2-dir, 4 hansı böyükdür? Əlbəttə 7 daha böyükdür. Cavab B variantı. 8. Kütləsi 10 kiloqram və başlanğıc sürəti 20 metr/saniyə olan cismin sürətini 30 metr/saniyə çatdıracaq qüvvəni hesablayın. Baxın, cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir. İndi baxaq. Onda nə etməliyik? Onda qüvvə impulsu, yəni F delta T nəyə bərabərdir? P çıx P0-a. Yəni son impuls çıxısın başlanğıc impuls. Yəni ya da belə yazırıq, kütlənin sürəti ayıqda veribdir. M vurulsun V çıx V0. Kütlə 10-dur, son sürət 30, başlanğıc sürət 20. 10 vurulsun ondan nə tapırıq? 100 Newton vurulsun saniyə. Düz xətli bərabər yavaşayan hərəkət edən verilmişləri cismin impulsunun modulunun zamanın asılığı. P nəyə bərabərdir? MV-yə. P ilə V, bax, bu M skalyardır. Skalyar da vektoriala vuranda yenə biz vektorial kəmiyyət alırıq da. Baxın, V-yə görə P vektorialdır. Və P ilə V yaxındılar da. Yəni, P neyinirsə, V neyinirsə, P onu təkrarlayacaq. Onca biz yavaşayan hərəkətdə V-nin qrafikini xatırlasaq, V-nin T-dən asılığı necə olur? Bax, bu şəkildə. Eyni şəkildə sürətdə impulsda da olacaq. Ona görə D variantı. Bərabər yavaşayan hərəkətdə impulsu zamanın asılıq qrafiki olacaqdır. Bax, ona. Cismin sürət və cismə təsir edən əvəzləyici qüvvə vektorları təsvir edilib. Cismin impulsu hansı istiqamətdə yönəlir? Baxın, dediyim kimi, P ilə V. Yəni, V haradırsa, P də oraya yönələcək. Yəni, V görürsünüz, bu da yuxarıya yönəlib. P də yuxarıya yönələcək. Çeviri üzrə bərabər sürətdə hərəkət edən cismin deməli, K nöqtəsində impulsan istiqaməti yönələcək. Baxın, çevrə üzrə hərəkətdə də yenə sürət hara yönəlirsə, impuls oraya yönəlir. Saat əqrəbin əksi istiqamətdə hərəkət edirsə, K nöqtəsində nə olacaq? Bu istiqaməti, yəni 2 istiqamətində olacaq, 11 olur B. Məsələn, bu nöqtədə olacaq belə. Məsələn, bu nöqtədə olacaq belə. Çevrəyə toxunur da A nöqtəsində belə. Bu nöqtədə də belə. Məndən burada qüvvə impulsunu soruşur, yox, qüvvə impulsunu soruşur. Qüvvə impulsu həmişə təcil istiqamətdə yönəlir, yəni çevrənin mərkəzinə doğru yönəlir. Burada olacaq artıq, bax, bu ikinci. Cismə təsir edən əvəzləyici qüvvə F və V sürət vektorlarının istiqamətləri, deməli,
göstərilmişdir. Qüvvə impulsu hansı istiqamətdə yönəlir? Qüvvə impulsu ilə qüvvə istiqamətində yönələcəkdir. Yəni F istiqamətində. Gəl baxaq 14-ə. Üfüqə bucaq altında atılmış cismin hərəkət trayektoriyası göstərilmişdir. K nöqtəsində cismin qüvvə impulsu hansı istiqamətdə yönələcəkdir? Qüvvə impulsu da qüvvə istiqamətində yönəlir. Yəni, məsələn, K nöqtəsində sürət bu istiqamətdə yönəlsə, qüvvə nə olacaq? Aşağıya doğru yönələcək, yəni yerin mərkəzinə doğru. Ona görə olacaq B variantı. 1 kiloqram kütləli cismin sürətinin proyeksiyasının zaman asılılıq qrafiki verilmişdir. İlk 5 saniyə ərzində cismə təsirin əvəzləyici qüvvənin impulsunu hesablayın. Baxın, burada necə hərəkətdir? Sürətli bərabər sürətdə sürət dəyişmir. Sürət görürsünüz 4-dür. Bütün zaman müddətləri keçdikcə sürət dəyişməyəcəkdir. Sürət sabit qalır. Ona görə də burada qüvvə yaranmır, təcil yaranmır. Ona görə də qüvvə impulsu da olmuş. Cavab A variantı. Baxa 16-ya. Düz xətli hərəkət edən cismin koordinatının zaman asılılıq qrafiki verilmişdir. Cismin 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında impulslarının modulları arasında hansı münasibət düzgündür? Necə hərəkətdir? Koordinat zaman asılılıq yeniləşən hərəkətdir. Yeniləşən hərəkət olduğu üçün burada artıq 3 nöqtəsində sürət daha böyük olacaq. 2-dən o da böyük olacaq 1 nöqtəsindəki sürətdən. Impuls da eyni bu şəkildə olacaq. Yəni D variantı olacaq. Uyğunluğu müəyyəndir. Verilmiş cismin koordinatının zaman asılılıq qrafiki. Baxın, OA hissəsində necə hərəkət edir? OA hissəsində düz xətli bərabər sürətlə hərəkət edir. Koordinat zaman tənliyi görürsünüz düz xətdə. Ona görə də burada nə olacaq? Sürət sabit qalacaq. Eyni zamanda impuls sabit qalacaq. Yəni A gedəcək bura. Sonra AB hissəsində isə baxın. AB hissəsində nə olur? Yavaşlayan hərəkətdir. Koordinatın zaman asılılıq yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkət olduğuna görə burada nə olacaq? Impuls azalacaq. Sürət azaldığına görə impuls azalacaq. Eyni zamanda kinetik enerjidə nə olacaq? Azalacaq. BC hissəsində isə görürsünüz, koordinat dəyişmir. Koordinat dəyişmirsə, burada impuls, sürət yaranmayacaq. Da 0 olacaq. Cavab olacaq C. Kinetik enerjinin artmasına aidsə burada ifadə yoxdur. Bax 18-ə. Cismin impulsu 4 saniyə ərzində 12-dən 20-yə qədər artarsa, əvəzləyici qüvvə. Baxın. Cismin impulsunun dəyişməsi mənə nəyi verir? Qüvvə impulsunu. F-i tapanda nə edirik? Delta P-ni delta T-yə bölürük. Delta P də nədir? P çıx P0-dır da. Deməli, 12-dən 20-yə qədər artır. 20 çıxılsın 12, bölünsün 4. 8 bölünsün 4-dən nə tapıram? 2 Newton. Baxaq 19-a. İmpuls və qüvvə impulsu üçün eylən Venn diaqramında uyğun bəndləri müəyyənləşdirin. Baxın, vektorial cəmiyyətli hər ikisi. Həm qüvvə impulsu, həm də cismin impulsu vektorial cəmiyyətdir. 1 getdi. Sonra BCD vahidi kiloqram metr bölünsün saniyədir. Vahidi kiloqram metr bölü saniyədir. Baxın, qüvvə impulsu nəyə bərabərdir? F delta T-yə. Yəni Newton vurulsun saniyə. BCD əsas vahidlərdən istifadə etsə, onda Newton açmalıyıq. Kiloqram metr bölünsün saniyə kvadratı. Yuxarıda da 1 saniyə var. Saniyələr ixtisar gedənə qalır. Elə kiloqram metr bölünsün saniyə. Cismin impulsu da P bərabərdir MV-dir. Kütlənin vahidi kiloqram, sürətin vahidi metr bölü saniyə. Görürsünüz, ikisinin də vahidi eynidir. 2 də getdi bura. Sürət istiqamətdə yönələn cismin impulsudur. Əvəzləyici qüvvə istiqamətdə yönələn qüvvə impulsudur. İndi açar sözlərdən istifadə edərək mətni tamamlayacağıq. Baxaq 20-yə. Cismin kütləsi ilə sürəti hasilində bərabər olan fiziki kəmiyyətə biz demişik cismin impulsu. İmpuls da yəni 3. 3 getdi bura. Sonra impuls vektorial cəmiyyətdir. 6 getdi bura. Deməli o sürət istiqamətində yönəlir. 5 getdi bura. Qüvvə ilə onun təsir müddətinin hasilinə bərabər olan fiziki kəmiyyət adlanır qüvvə impulsu. Qüvvə impulsu 4-də verilib. Deməli, cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir. Yəni 1 getdi bura. Qüvvə impulsu qüvvə istiqamətində yönəlir. 2 də getdi bura. Deməli, kütləsi 2 ton olan avtomobilin spidometrin göstəricilərinə əsasən aşağıdakıları müəyyənləşdirin.
Gəlin müəyyənləşdirək. Birinci ölçmə həddi soruşur. Yəni maksimum nə qədər ölçür? 200 km/saat ölçə bilər. Sonra gəlin bir bölgünü tez tapaq. Yəni böyük bölgüdən özündən əvvəlki bir dənə kiçiyi çıxırıq. 4 dənə də cizgi var. Aralarındakı cizgiləri bölürük, tapırıq 5. Bir bölgü 5-dir. Hətta da onun yarısı, yəni 2,5-dir. Ona görə neçəni göstərir? 80, 85, 90. 90 km/saatı göstərir. İndi onu da tez metr/saniyə çevirək. Çünki burada baxın, metr/saniyə ilə soruşur. Vuracağıq 1000-ə, böləcəyik 3600-ə. 0, 4, burada qaldı nə qədər? 25 metr/saniyə. İndi impulsu soruşur. MV. Kütlə 2 tondur, yəni 2000. Vur 25. Tapırıq nə qədər? 50.000. İmpulsumuz nə qədər oldu? 50.000. Kinetik enerjini soruşur. Kinetik enerjidə MV kvadratı bölünsün 2-dir. MV kvadratı bölünsün 2. Kütlə 2000. Sürət 25 idi. 25 vur 25 kim yazsaq? Burada da 2. Xəstər getdi 1000. 25-25'ə vuranda. Deməli, onda 1000'ə vuranda nə qədər eləyir? 625.000. İzahlarına. Deməli, cismin kütləsini 2 dəfə azaldıb, sürətini 2 dəfə artsaq, cismin impulsu necə dəyişər? P nəyə bərabərdir? MV-yə. İndi baxın. P, V ilə də, M ilə də düz asılıdır. Kütləni 2 dəfə azaldanda P 2 dəfə azalacaq. V-ni 2 dəfə artıranda bu dəfə də P 2 dəfə artacaq. 2 dəfə artıb 2 dəfə azalma nə deməkdir? Bu da dəyişməz deməkdir. Cavab A variantı olacaq. Baxaq 2-yə. 2P-dir. 4-də 1 perioddan sonra impuls nə olacaq? Deməli, impulsun çeviri üzrə hərəkətdə ədədi qiyməti dəyişir. Daha doğrusu dəyişmir ədədi qiyməti, yalnız istiqaməti dəyişir. Ona görə 2P-dirsə elə 2P-də 4-də 1 period sonra da 2P-də olacaq. F qüvvəsinin təsiri ilə 2T müddətində cismin impulsu delta P qədər olmuşdur. Həmin qüvvənin təsiri ilə, yəni yenə qüvvə F-dir. Bu cismin impulsu 0,5 T müddətində nə qədər dəyişəcəkdir? T 2-dən 0,5-ə düşübsə 4 dəfə azalıb. Bunda impuls da 4 dəfə azalacaq, olacaq 0,125 P. Səthə perpendikulyar istiqamətdə V sürətli hərəkət edən M kütləli cisim mütləq elastiki toqquşmadan sonra impulsunun dəyişməsi. Deməli, səthə perpendikulyar düşür. Belə. Səthə dəyər təzələnən mütləq elastik toqquşmayıb geri qayıdır. Onda impuls 2 MV-yə bərabərdir. Cismin impulsu zamana görə Px bərabərdir 10t kvadrat üstə gələk 4 qanunu ilə dəyişir. 4-cü saniyənin sonunda cismə təsir edən qüvvəni hesablayın. Baxın. İmpulsun zamana nisbəti bizə qüvvəni verir. Elə mən bax bu impulsun bu ifadəsindən bir dəfə zamana görə törəm alsam, qüvvəni tapacam da. Onda nəyə bərabər olacaq? 10t kvadrat üstə gələk 4-dən olacaq 20t. Olacaq 20t. İndi 4-cü saniyə deyirsə 20 vurulsun 4-ə qoyuram yerinə olur nə qədər? 80 Newton. Cismin impulsu 4t üstə gələk 8 qanunla dəyişir. Cismə nə qədər əvəzləyici qüvvə təsir edir. Yenə zamana görə törəm alacam. 4t ilə zaman götürəm alsaq 4, 8-də 0 verir. Elə 4. Elə qüvvəm nə qədər olacaq? 4 Newton olacaq. Baxaq 7-yə. Sıxlıqları 1000 və 3000 kiloqram bölünsün metr kub olan 2 eyni həzmli cisim eyni sürətlə hərəkət edir. İmpulsların nisbəti məndən soruşur. Bərabərdir MV-yə. Eyni sürətlə hərəkət eləyirsə, onda P M-lə necə asılıdır? Düz mütənasib asılıdır. Eyni zamanda M də nəyə bərabərdir? Rho V-yə. Eyni həcmli də dediyinə görə bu dəfə həcm eynidir. Onda M rho ilə necə asılıdır? Düz asılıdır. Onda belə yazırıq. P2 bölünsün P1 bərabər olmalıdır. Rho 2 bölünsün Rho 1-ə. M2 bölünsün M1-ə. Ta M-i yazmıram. Rho 2 3000'dir. Digəri 1000'dir. Onda 3000 bölünsün 1000 də mənə nəyi verir? 3 verəcək cavab. Kütlələri 3 və 6 kiloqram olan iki cismə eyni zamanda bərabər qüvvələr təsir edir. Baxın, cismin impulsunun dəyişməsi nəyə bərabərdir? Qüvvə impulsuna.
Eyni zamanda bərabər qüvvə təsir edir. T də eynidir, F də eynidir. Onda delta P2 bölü delta P1 də elə mənə 1-i verəcək. İndi baxaq 9-a. Deməli, şaquli yuxarı atılmış cisim 8 saniyə sonra yerə düşür. Cismin kütləsi 2 kg olarsa atılmanın impulsu tapın. Deməli, yer səthindən cisim yuxarı doğru atılır, qalxır maksimal hündürlüyə, sonra dəyir yerə. Deyir 8 saniyə. Deməli, T uçuş 8-dir. Deməli, T qalxma müddəti nə qədərdir? Onun yarısı da müqavimət nəzərə alınmır 4-dür. T qalxma da nəyə bərabərdir? V0 bölü J-yə. Buradan V0-ı tapanda nə edir? J də 10-dur. Bulacaq 40. Deməli, başlanğıc anda, yəni atılan anda onun sürəti nə qədər olub? 40 olub. Ne deyir? Atılma anda impuls. P də MV-dir. Kütlə 2, V0 da 40. Olacaq nə qədər? 80. Şimdi baxaq ona. Onda nə deyir? İmpulsun kütlədən asılılıq diaqramında hansı nöqtə sürətin ən böyük qiymətinə uyğundur? V nəyə bərabərdir? P bölünsün M-ə. Sürətin ən böyük olması üçün V P-nin düz asıdır. P ən böyük olmalıdır. P-nin ən böyüyünü işarələdik. Amma V M-dən tərs asıdır. M-in ən kiçiyi olmalıdır. Onu da işarələdik. Harada kəsişdi? 2-də kəsişdi. Cavab olacaq B. 11. X oxu istiqamətində hərəkət edən cismə təsir edən vəzləyici qüvvənin proyeksiyasının zamanın asılılıq qrafiki verilmişdir. Cismin impulsunun zamanın asılılıq qrafiki. Deməli, hansı bəndə uyğundur? Baxın, F sabitdir və T oxundan aşağıda, yəni X oxunun əks istiqaməti sabitdir. Deməli, bu zaman impuls nə olmalıdır? Impuls müsbətdə, X oxu istiqamətdə azalmalıdır ki, baxın, elə A variantına görürsünüz, azalır, amma müsbətdədir. Deməli, müsbətdə azalırsa, sürət müsbət olur. Azaldığına görə də qüvvə əksinə aşağıda mənfidə sabit olmalıdır. Onun görə cavab olur A. Cismin koordinatının zamanın asılılıq qrafiki verilmişdir. Cismin impulsunun proyeksiyasının zamanın asılılığı qrafiki hansıdır? Baxın, necə hərəkətdir? Yeniləşən hərəkətdir də. Koordinat zaman asılı yeniləşən hərəkətdir. Bu zamanda sürət zamandan necə asılı olur və başlanğıc sürət yoxdur. Düz mütənasib. Baxın, ilə A variantında göstərilibdir bu. Yer səthindən şaquli istiqamətdə yuxarı doğru atılan cismin verilmiş kütləli cismin maksimal qalxma hündürlüyünün başlanğıc impulsdan asılılıq qrafiki hansıdır? Deməli, H maksimalın P0-dan asılılığı məndən soruşur. Bərabərdir. H maksimal V0 kvadratı bölünsün 2J-dir. İndi impulsundan olan məndən soruşur. P də nəyə bərabərdir? M V0-a. V0-ın yerinə nə yaza bilərəm? V0-ın yerinə P bölü M yaza bilərəm də. Onda olacaq P bölünsün. Və yaxud P0 yazaq da yazaq. P0 bölünsün. M-in kvadratı. Bir də aşağıda nə var? Bir də 2J var. Düzdürmü? Onda H maksimal P0 ilə necə asılı olur? Kvadratı ilə düz mütənasib asılı olur. Baxaq. 14-də nə deyir? Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin dövrətmə periodunun 10 impulsundan asılılıq qrafiki hansıdır? Baxın, P nəyə bərabərdir? MV-yə. Sürətin də periodla belə bir düstur vardı ki, P bölünsün T-yə. İndi deyir ki, M konstantdır. Verilmiş radius söz olduğuna görə radius da sabitdir, 2P onsuz da sabitdir. Onda deyir ki, TP ilə necə asılıdır? Tərs mütənasib asılıdır. Baxaq 15-ə. X oxu əksi istiqamətdə, X oxunun əksi istiqamətdə bərabər yavaşlayan cismin impulsunun proyeksiyası zamanın asılılığı. X oxunun əksi istiqamətdə, yəni T oxundan aşağıda olmalıdır qrafik və yavaşlayan olmalıdır. Yəni T oxuna yaxınlaşmalıdır. Bu da hardadır? Y variantındadır. Baxaq 16-ya. Hərəkət tənliyi mənfi 20 üstəgələ 10 şəklində olan cismin kütləsi 0,5 kg-dır. Cismin impulsunun proyeksiyası zamanın asılılıq qrafiki hansıdır? Baxın, koordinat tənliyi verib. Gəlin bundan bir dəfə teorem alaq, sürəti tapaq. Nə qədər olacaq? Mənfi 20-nin teoreməsi 0, 10 də 10. Sürəti tapdım. Kütləni də verib 0,5. Onda impuls MV-dən 0,5 bulunsun. Ondan nə tapırıq? 5 tapırıq. Və necə hərəkətdir bu? Düzxətli bərabər sürətli hərəkətdir də. Ona görə də P sabit qalacaq. O da A variantında verilibdir. Baxaq 17-yə. Koordinatın zamanın asılığı parabola şəkildə kimi olan cismin impulsunun proyeksiyasının zamanın asılığı deməli hansıdır? Necə qrafikdir?
T oxuna yaxınlaşır. T oxuna yaxınlaşsa necə hərəkətdir? Yavaş yandı. Və T oxunun yuxarıda olduğuna görə də X oxu istiqamətdə yavaş yandı. Ona görə mən X oxu istiqaməti yavaş yan tapmalıyım. A da yeniləşir. V 0,0'dır baxın burada. Sonra burada müəyyən V qiymətindən müəyyən bir başlanğıc. Burada başlanğıc sürətin başlanğıc qiyməti yoxdur. Burada var müəyyən bir P0-dan yeniləşir. Bu da ola bilməz. Burada bərabər sürətlidir. Bu da ola bilməz. C variantı görürsünüz. Yavaşan hərəkətdə V-nin T-dən asılılığı necə idi? Bu şəkildə idi. P də eyni şəkildə olacaq. Baxaq 18-ə. Kütləsi 3 kiloqram olan cismin sürəti zamana görə 2 + T qanunu ilə dəyişir. İmpulsun zamanın asılılığı hansıdır? Baxın. Görək nə edirik? Burada P-ni soruşur. P nəyə bərabərdir? MV-yə. Bax, M 3-dür. V də 2 + T'dir. Görək nə olacaq? 6 + 3-dür şəklində. Düzdürmü? Göstərir də. Başlanğıc impuls 6-dır. Mən 6 qiymətinə yeniləşəni tapmalıyam. Bu da E variantında verilib. 19-a baxaq. Hərəkət edən cismin yerləşməsinin proyeksiyasının zamanının asılılıq qrafiki verilibdir. Hansı qrafik bu cismin impulsunun proyeksiyası zamanın asılılığına düzgün təsvir edir? Necə hərəkətdir? Bax, S-in T-dən asılılığına baxanda görürük necə hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətdir. O da və T oxundan yuxarıda olduğuna görə X oxu istiqamətində düzxətli bərabər sürətli, o da C variantında verilib. Baxaq 20-yə. Sərbəst düşürsə S0,0'dır. Cismin impulsunun düşmə hündürlüyündən asılılıq qrafiki hansıdır? Baxın, P nəyə bərabərdir? MV-yə. Baxın, V də nəyə bərabərdir? V0 + JT. Burada V0,0'dır. Onda V nəyə bərabərdir? JT-yə. Gətirək aşağıda nəzərə alaq. Olacaq MJT. Və cisim sərbəst düşürsə, onda H nəyə bərabərdir? Düşmə hündürlüyü JT kvadrat bölü 2. Buradan T-ni tapaq, gətirək qoyaq yerinə. T nəyə bərabərdir? Kök altında 2H bölünsün J-yə. Buradan baxırıq ki, pH-ın necə asılı? Kök altı düz asılıdır. 20 olacaq A variantı. Baxaq 21-ə. Şaqili istiqamətdə başlanğıc sürətlə aşağı atılmış cismin impulsunun proyeksiyasının zamanın asılılıq qrafiki hansıdır? Deməli, Y oxundan deməli, müəyyən başlanğıc sürətlə aşağı doğru atılıb. Onda Y oxun əksi istiqamətində və müəyyən hündürlükdən atılan cisim olduğuna görə də yerə doğru nə olur? Sürəti artır. Yeniləşən hərəkət edir. Y oxunun əksi yeniləşən buradan ancaq B variantı uyğun gəlir. Eyni yüksəklikdən sərbəst buraxılan V0,0'dır. M və 4M kütləli cisimlərin yerə dəyən anda impulsların nisbəti məndən soruşur. Gəlin baxaq. P nəyə bərabərdir? MV-yə. Deməli, V-in dəyərinə nə yazırıq? V bərabərdir V0 + JT-dən. V0,0 olanda M nəyə bərabər olur? JT-yə. İndi baxaq. T-nin dəyərinə kök altında 2H bölünsün J yazsam, mənə deyir ki, eyni hündürlükdən. H eynidir, J'lər onsuz da eynidir. Onda PM-lə necə asılır? Düz asılır. Onda P2 bölü P1 elə M2 bölü M1-ə bərabərdir də. Yəni 4-dən bölünsün M-dən nə tapıram? 4 tapıram. Cavab olur C variantı. Baxaq 23-ə. Baxın. Mən bu fiqurun sahəsini tapsam, 5-ci saniyənin sonundakı impulsumu tapmış olaram da, düzdürmü? Bu da düz bucaqlıdır. Yəni 6 vurulsun 5-dən nə tapıram? 30. Cavab olur C variantı. Baxaq 24-ə. Cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılılıq qrafikinə əsasən ilk 4 saniyəsində bu cismin impulsunun dəyişməsi. Yəni impulsun dəyişməsi mənə nəyi verir? Qüvvə impulsunu verir. Yəni mən bax bu fiqurun sahəsini tapmaqla impulsun dəyişməsini tapa bilərəm. Bax, üçbucaqdır. Üçbucaqda da tapanda nə edirik? Oturacağı yarıya bölüb hündürlüyə vururuq. Bu da mənə nəyi verir? 40'ı verir. Cavab olur B variantı. Baxaq 25-ə. M bərabərdir 2 kiloqram kütləli cismin hərəkət tənliyi 10^2 şəklindədir. Cismin impulsunun və ona təsirinə əvəzləyici qüvvənin modulunu hesablayın. Baxın.
necə hərəkətdir? Bax, koordinatdan görürsünüz ki, bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə təcil yoxdur, qüvvə də yoxdur. Ona görə əvəzləyici qüvvə olacaq 0. Amma indi baxın, bu hərəkət tənliyi belədir. Koordinat tənliyi x0 üstə gələk vx-dir. T-nin yanında duran sürətdir. Sürətim nə qədər oldu? 2. İndi kütləm də 2-dir. Onda gəlin cismin impulsunu tapaq mv-dən. 2 vur 2-dən nə tapıram? 4 tapıram. Deməli, mənim cismin impulsu 4-dür. Amma əvəzləyici qüvvənin modulu isə 0-dır. Sükunət alınan hərəkətə başlayan verilmiş kütləli cismə təsirlə əvəzləyici qüvvənin zamanın asılıq qrafiki. Qrafikin əsasən 4-cü saniyənin sonunda bu cismin qüvvə impulsunu hesablayın. Yenə deməli, bu qrafikin sahəsinə baxacağım. Bu qrafikin sahəsi elə mənə nəyə verir? Qüvvə impulsunu verir. 4 bölünsün 2 vurulsun 20-dən tapıram nə qədər eləyir? 40 variantı. Eyni kütləli iki cismi plastik toqquşur. Toqquşmadan sonra cisimlər modulca hansı sürətlə hərəkət edəcəklər. Deməli, baxaq. Özümüz üçün qəbul edək. Bax, bura x oxudum. Plastik toqquşma üçün də gəlin. Tənliyi yazaq. Baxın, birinci cismin impulsu nə qədərdir? Deməli, 10. Kütləri də qəbul edək ki, hər ikisi üçün m-dir də. 10m və x ox istiqamətdə gedir. D müsbətdir. Digəri isə x oxun əksi istiqamətdə hərəkət edir. Ona görə yazacağım minus və sürəti 10-dur. Kütləsi də m-dir. Bərabərdir. Plastik toqquşandan sonra bunlar yapışırlar, birlikdə hərəkət edirlər. Yapışırlarsa deməli kütlələr olacaq 2m, olsun v son. Deməli bu hissə olacaq 0. Deməli 0 nə deməkdir? 0 bərabərin bir tərəfi olur 0. Yəni 2 mv son sürət 0-a bərabər. Deməli dayanacaqlar. Dedərək. Zamanın başlanğıc anında K nöqtəsindən keçən cismin impulsunun dəyişməsinin 2p0 olduğu anda yer dəyişmə nə qədərdir? Baxın, qəbul edək ki, x oxu bu istiqamətdədir. Yəni K nöqtəsindən bu cisim x oxu istiqamətdə çıxır. Lap təpə nöqtəyə gəldikdə isə burada artıq bu istiqamətdə yönələcək. Onda impulsun dəyişməsini tapanda nə edirik? P0-dan çıxırıq, mənfi P0. Çünki bu digər P0 x oxun əksi istiqamətdə olur. Ona görə olur 2p0. Deməli, bu K nöqtəsindən cisim hara gəlməlidir? Bax, təpə nöqtəyə gəlməlidir. Onda bura er. Onda nə qədər olacaq? Yer dəyişmə olacaq 2r. Hərəkət edən 0,5 kg kütləli cismin koordinatını zamanın asılıq qrafiki verilmişdir. Cismin impulsunun proyeksiyasını məndən soruşur. Baxın, gəlin birinci sürəti tapaq. Sürət də nəyə bərabərdir? X çıx x0 bölünsün t-yə. Son impulsumuz 6, başlanğıc impulsumuz 2, zamanda 2. Onda neçə eləyəcək? 4 bölünsün 2-dən 2. İmpulsu tapanda da nə edirik? mv-dir də. Kütləm 0,5-dir, sürətim 2-dir. Buranda neçə eləyir? 1 eləyir. Cavab olur 29 da B variantı. Baxaq olsa, kütləsi 5 kiloqram olan kürəcik 10 metr böl saniyə sabit sürətlə hərəkət edərək üfüqi hamar müstəvi ilə qeyri-elastik toqquşur. Kürəciyin impulsunun dəyişməsinin modulunu məndən soruşur. Qeyri-elastik toqquşur, qeyri-elastik. Qeyri-elastiki toqquşur. Elastik toqquşursa, onda impulsu nəyə bərabər olacaq? Yəni sürəti nəyə bərabər olacaq? 0-a, impuls da bərabər olacaq 0-a. İmpuls dəyişməsi də p çıx v0-dır da. Deməli, son impuls 0-dır. Başlanğıc impuls da mv-dir də, yəni 50-dir. Məndən də modul soruşduğuna görə elə müsbət götürəcəm. Olacaq 50 Y variantı. 30 oldu və Y. İndi baxaq 31-ə. Deməli, verilən cismin sürətini 20% artırdıqda impulsu necə dəyişəcəkdir? Bax, P nəyə bərabərdir? MV-yə. Verilən cisim deyirsə M sabitdir. Sürəti 20% artırmaq o deməkdir ki, 1,2 dəfə artırmışam. Onda impulsdan olacaq 1,2 dəfə artacaq. Baxaq 32-yə. Gedilən yolun zamanı asılıq qrafiklə əsasən kütləsi 3 kg olan cismin impulsu. Baxın, necə hərəkətdir? Sürətli bərabər sürətli hərəkətdir. Tez V bərabərdir S bölünsün T-dən sürətimi tapıram. Bərabər sürətli olduğuna görə hər zaman anda eyni olacaq. Yəni 20 bölünsün 2-dən olacaq 10. Mən sürətimi tapdım. İndi impulsumu soruşur. Bu da MV-dir. Kütlə 3, sürətdə 10, cavab olacaq 30. Çeviri üzrə bərabər sürətdə hərəkət edən cismin A nöqtəsində impuls dəyişməsinin istiqamətini müəyyənləşdirin. Deməli, impuls necə yönəlir? İmpulsun dəyişməsi deyir. İmpulsun dəyişməsidirsə, biz onda impulsun dəyişməsi bizə nə verir? Qüvvə impulsunu verir.
Baxın. A nöqtəsində sürət aşağıya doğru 4 istiqamətindədir. Amma bizdən impulsun dəyişməsini soruşur. Yəni biz qüvvəyə baxmalıyıq da. İmpulsun dəyişməsində impulsun dəyişməsi qüvvə impulsudur. Qüvvə impulsu da hara yönəlir? Mərkəzə doğru yönəlir. Cavab olur Y variantı. Bax 34-də. Sərbəst düşən. Sərbəst düşürsə başlanğıc sürət 0-dır. Cismin sürətinin modulunun zamanın asılı qrafiki verilmişdir. Cismin kütləsi 50 qram olarsa, yerə dəyən anda impulsun modulunu hesablayın. Baxın, sərbəst düşürsə, V nəyə bərabərdir? J T-yə. J 10-dur, T-də 4 olacaq 40. Yerə dəyən andakı sürət 40-dır. Onda impulsunu tapsaq, P bərabərdir MV-dən. Deməli, 50 qramdırsa kilograma çevirməliyik. 50 vurulsun 10 üstü mənfi 3 vurulsun 40. Bu da bizə nəyi verir? 2 kilogram metr bölü saniyəni verəcək. Baxaq 35-ə. Cismə 2 qüvvə təsir edir. 8 saniyə ərzində cismin impulsun dəyişməsini hesablayın. Birinci əvəzləyici qüvvəni tapmalıyıq. Deməli, sağı 6, sola 1-dirsə, onda F əvəzləyici nəyə bərabərdir? F əvəzləyici 5 newtondur. Cismin impulsun dəyişməsi də nəyə bərabərdir? F vurulsun T-yə. F əvəzləyici vurulsun T-yə. Yəni 5 vurulsun 8-dən tapıram nə qədər eləyir? 40. 35 də olur B variantı. Kütləsi 1 kilogram olan rezin kürə 2 metr bölü saniyə sürətlə hərəkət edərək divarla elastiki toquşub geri sırayır. Divara təsir edən qüvvə impulsunu məndən soruşur. Toquşub. Deməli, X oxunu qəbul edək bu bura. Onda cismin impulsun dəyişməsinə baxsaq, deməli, son impuls hansı sürətlə dəyibsə, o sürətlə qayıdır da elastik toquşmada. Kütlə 1, sürət 2. 2 çıxılsın. Artıq başlanğıcında X oxun əksi olduğuna görə olacaq mənfi 2. Yenə sürət eynidir, kütlə eynidir. Cavab olacaq 4. Ona görə D variantı olur. 5 metr bölü saniyə sürətlə kardon lövhəyə dəyərək onu deşib keçir və 3 metr bölü saniyə sürətlə hərəkətini davam etdirir. Kürənin kütləsi 1 kilogram olarsa, onun impulsun dəyişməsi məndən soruşur. İmpuls dəyişməsi də P çıx P0-dır da, düzdürmü? X oxun bu istiqamətdə qəbul etsəm. Deməli, son impuls nədir? Deməli, kütlə 1, sürət 3. Duranda 3, çıxılsın 5, mənə nəyi verir? Mənfi 2-ni. Məndən də modul soruşduğuna görə müsbəti götürəcəm. Cavab olur Y. Sükunət halından hərəkətə başlayan 10 kilogram kütləli cismə. Sükunət halından başlayır və 0-0-dır. Cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamanın asılıq qrafiki verilmişdir. 10 saniyənin sonunda cismin impulsunu hesablayın. Deməli, biz yenə baxın, bu fiqurun sahəsini tapsaq, cismin impulsunu taparıq da. Deməli, 5 vurulsun 10-dan olacaq 50. Cavab belə B variantı olur. Sistemin ümumi impulsu 0-a bərabərdir. Birinci və ikinci cismin impulsları şəkillər kimidir. Üçüncü impuls hansı olar? Baxın. Bunun üçün impulsları toplamalıyıq. Birinci başlanğıcı və digərini sonu gətirməliyik. Baxın, bu P1-dir. Gələk bura bir P2 yazaq. Onda bu ikisinin əvəzləyicisi olacaq. Bax bu. Düzdürmü? Onda üçüncü də onun əksi istiqamətdə olmalıdır ki, yekunda impuls 0 olsun. O da 1-dir. Cavab olur Y variantı. Baxaq 40-a. Düzxətli hərəkət edən 5 kilogram kütləli cismə təsir edən qüvvənin zamandan asılı qrafiki verilibdir. 4-cü saniyənin sonunda bu cismin sürətini tapın. Gəlin birinci bu fiqurun sahəsini tapaq. Biz bilirik ki, cismin impulsunun dəyişməsi qüvvə impulsunu verir də mənə. Burada da başlanğıc sürət yoxdur. Onda P çıx P0 bərabər olur F T-yə. Onda başlanğıc sürət yoxdursa impuls da yoxdur. Onda P bərabər olur elə FT-yə. Mən bu fiqurun sahəsini tapıb impulsu taparam. Deməli, bu da üçbucaq olduğuna görə deməli yazacağam. 4 bölünsün, 2 vurulsun 20. İxtisar gedir, nə qalır? 40. İmpulsum 40-dır. P də MV-də axı. 40 bərabərdir, kütlə 5, sürət də V. Onda buradan V-ni tapıram, nə qədər eləyir? 8. Cavab olur B variantı. Baxaq 41-ə. Deməli, başlanğıc impulsu 5 olan cismə onun hərəkəti istiqamətində 8 newton qüvvə təsir edir. Yazaq. Deməli, başlanğıc impulsu 5 olan cismə onun hərəkət istiqamətində 8 newton əvəzləyici qüvvə təsir edir. Deməli, 4-cü saniyənin sonunda deməli, bu cismin impulsunu tapın. Baxın,
8 Newton qüvvə 4 saniyə müddətinə təsir eləyirsə, P çıx P0, yəni impulsun dəyişməsi, cismin impulsunun dəyişməsi qüvvə impulsunu verir. Deməli, başlanğıc impulsum 5-dir. Son impulsumu soruşur məndən. Qüvvəm 8, zamanımda 4. Olacaq 32. P də bərabər olur 32 üstə gələk 5-dən 37. Deməli, mən son impulsumu tapmış oldum. Cismin impulsunun modulunun zaman asılı qrafiki verilmişdir. 3 saniyə. İlk 3 saniyə ərzində əvəzləyici qüvvənin modulunu tapın. Cismin impulsunun dəyişməsinin zaman nisbəti qüvvəni verir. Cismin impulsunun dəyişməsini tapaq. Ondan gəlib 4-ə. Yəni 10 çıxılsın 4, zamanda 3. 6 bölü 3 mənə nəyi verir? 2. Elə qüvvəm olacaq 2 Newton. Düzxətli hərəkət edən cismə təsir edən qüvvənin zamanın asılı qrafiki verilmişdir. 4-cü saniyənin sonunda bu cismin impulsunu hesablayın. Başlanğıc sürəti 0-dır. Onda, baxın, cismin impulsunun dəyişməsi qüvvə impulsunudur da. Yəni P çıx P0 mənə FT-ni verməlidir. Başlanğıc impuls yoxdur, onda P elə FT-ni verməlidir. Onda mən bu fiqurun sahəsini ilə taparaq cismin impulsunu da buradan müəyyənləşdirərəm. Üçbucaqdır, oturacağı yarıya bölüb hündürlüyə vururuq. Cavab da nəyi verir? 40. 44. Hansı ifadələr düzgündür? Hərəkət tənliyə 5D üstə gələ 3 şəklində olan verilmiş kütləli cismin x bərabərdir 5D üstə gələ 3. Baxın, bu düzxətli bərabər sürətli hərəkətdə koordinat tənliyidir. X bərabərdir plus minus x0 plus minus vx-dir. Düzdürmü? Ona görə də burada impuls artmayacaq. Sadəcə olaraq impuls burada sabit qalacaq. Yəni 1, 2 səhvdir, 3 düzgündür. Qüvvə impulsu isə düzxətli bərabər sürətli hərəkət olduğuna görə qüvvə yaranmır. Qüvvə yaranmadığına görə də qüvvə impulsu da yoxdur. Ona görə 3 və 4 düzgün cavab olacaq.